Əlizadə, xoş gördük. Hər həftə olduğu kimi bugün də bir çempionla söhbətimiz olacaq. Beynəlxalq idman arenalarında ölkəmizi layiqincə təmsil edən, bütün dünyanın tanıdığı bugünkü qonağımız odur. Rafael Ağayev 1985-ci il martın 4-də Sumqayıtda idmançı ailəsində dünyaya gəlib. 7 yaşından karate ilə məşğuldur. Atası Mahir Ağayev vaxtilə futbolçu olub. Özündən böyük 2 qardaşından biri judo, digəri isə boksla məşğul olduğundan atası Rafaelin onun yolunu davam etdirməsini istəyib. Ancaq 90-cı illərin əvvəllərində əfsanəvi döyüşçü və kinoaktyor Bruce Lee-nin filmlərini izləyən Rafael qərarını verir. Karateçi olacam. Rafael Məmmədovun rəhbərliyi ilə məşqlərə başlayan karateçi ilk beynəlxalq yarışına 12 yaşında yollanır. Macarıstanın Mişkot şəhərində açıq dünya kubokundakı cəhdi uğursuz alınır. Ancaq ruhdan düşmür, cəmi bir il sonra açıq İngiltərə çempionatında qalib gəlir. Bundan sonra onun hansısa yarışdan medalsız döndüyünü xatırlayan yoxdur. Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosa həmyerlimizi dünya karatesinin brilyantı adlandırıb və əlavə edib. Rafael Ağayev əfsanəvi karateçidir. Dünyanı fəth edən brilyant, karatenin Maradonası, Pantera ləqəbləri ilə dünyaya səs salan, 13 qat Avropa və 4 qat dünya çempionu karateçi Rafael Ağayev bugün imza verilişinin qonağıdır. Rafael bəy, xoş gəlmisiniz imza verilişinə. Təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün. Mənə elə gəlir ki, Rafael sevərlər onun uğurlarını yaxından izləyir və bilir uğurlarını və indi tamaşaçılarımıza maraqlıdır ki, sizi daha yaxından tanısın, həm müsbət, həm mənfi tərəflərinizlə. Ona görə də bu şansı bizə təqdim etdiyiniz üçün tamaşaçılarımıza sizi tanıtmaq şansını təşəkkür edirəm. Siz sağ olun ki, biz qalib oluruq, siz də biz idmançıları bütün dünyaya işıqlandırırsınız. 7 yaşından karatedəsiz, idmanla məşğul olursunuz. İlk dəfə zalda ilk günü necə xatırlayırsınız? Kim əlinizdən tutub apardı zala? Deməli, bəli, mən 7 yaşımdan Sumqayıt şəhərində Rafael Məmmədovun rəhbərliyi altında ilk məşqlərimə getmişəm. Atama demişəm ki, mən karate ilə məşğul olmaq istəyirəm və atam bu şansı mənə yaradıb və verib. Elə oldu ki, ilk məşqim çox ağır oldu. Çünki özüm ona qədər Bruce Lee-nin kinolarına baxırdım uşaq vaxtı və yəni loru dilədsək, küçə davasını bacarırdım və birinci məşqə getdiyimdə müəllim sırası məni döyüşə çıxartdı, Rafael müəllim və mən kontakt zərbələri vurdum. Karatedə işlənilməyən zərbələr, çünki mən bilmirdim. Elə ilk vaxtdan, yoxsa necə? İlk birinci məşqdən və ilk məşqdən də əllərini ağrımasın, onun bəhrəsidir ki, yəni bugünkü gündə bütün müəllimlərimin bəhrəsidir, yəni uşaqlığımdan danışıram. Onun bəhrəsidir ki, bugünkü gündə bayrağımızı qaldırıram. İlk məşqdən mən möhkəm, yəni ki, müəllim tərəfindən döyülmüşəm. Bizim mənim rəhbərliyi altında 9 yaşımdan Dinamoda ilk məşqlərimi başlamışam və 12 yaşımdan yığma komandaya dəvət almışam. Şükürlər olsun ki, hələ də yığmadayam və düşünürəm ki, bundan sonra nə qədər idmanda varamsa, əlimdən nə gəlirsə, bütün uğurlara can atacam. İnanırıq buna və karyeraya gələcək, karyera illərinə. Mən istəyirəm ki, uşaqlığınız barədə danışasınız biraz. Necə bir uşaqlığınız olub, nələr yadınızda qalıb? Nələr yadımda qalıb, uşaqlığım həm lap balaca vaxtlarında çox dəcəl olmuşam, sözə baxmayan olmuşam. Orta məktəbdə, yəni mən yalan deməyə həmişə səmimi danışmağa üstünlük verirəm. Orta məktəbdə çox zəif oxumuşam, yəni 2 dənə 5'im olub, biri bədən tərbiyyədən, biri də əməkdən. Əməkdən də yalvara müəllimə dedim ki, 5 yaz. 4 deyilən şey məndə olmuyor. Belə olub, yəni ki, uşaqlıq illərimdə çox dalaşqan olmuşam. Dərsdən qaçmışam, uşaq vaxtından ta bugünə qədər mən futbol idman növünə çox böyük üstünlük verirəm və həm baxmağı, həm oynamağı düşünürəm ki, karate olmasaydı bugünkü gündə yəqin ki, futbolist olardım. Çox dəcəl olmuşam. Amma bir şey bilən... Hansı dəcəlli ilə bağlı bir xatirə nə yadınızda qalıb? Kiməsə hansı pislik eləmək olsun? Pislik deyəndə deyil, mən uşaqlığım elə, uşaqlıqdan mən
yəni ki, çox dalaşqan olmuşam. Məsələn, dərsə girmirdim, futbol çempionatı keçirdirdim, pul yığırdım ki, özüm tək xərcləyirdim. Belə işlərim olurdu və yaxud deyirdim ki, inşallah pul yığın, kubok alacam. Evdən gəlib kubok gətirib göstərdim ki, çempionata kubok almışam. Belə, yəni ki, pis xarakterlərim olub, amma şükürlər olsun ki, bugünkü gündə 31 yaşım var, dünyaya, yəni ki, dörd gözlə baxıram və hər şeyi həmişə bacarıram ki, düz yola gelim və düzgün olub. Bəs ailəniz necə? Atanız da idmançı olub. Döyməyib heç sizi, məsəl üçün, bu xarakterlərə? Döyməyib deyəndə, döyüb, əslində döyüb. Mən ata tərəfindən də, ana tərəfindən də döyülmüşəm. Yəni ki, bugünkü, niyə mən onları demirəm ki, onlar məni niyə döyüb? Yəni ki, onlar mənim valideynimdir. Yəni, mənim üçün həyatda ilk növbədə valideynlərimdir. Bir şeydən bəxtim gətirib ki, çox valideyn, məsələn, Allah hamısının canı sağ eləsin, valideynlər uşağı oxumağa meyil göstərirlər, amma məndə elə olmayıb, məndə görüblər ki, oxumuram, dərsdən qaçıram. Yəni, üstümə çox gəlməyiblər. Görüblər, idmandan yapışmışam və deyiblər ki, heç olmasa 5 lazım deyil, 4 də lazım deyil. Sadəcə olaraq 5 dərsin 5-ində otur. Yenə də, yəni 5 dərsin 5-ində oturmurdum, 3-ündə oturdum və yaxud bir dəfə üzr istəyən bir məqam oldu. Qardaşım gəldi mənim üçün icazə almağa, dedi ki, Rafael olar və müəllim dedi ki, Rafael birinci dərsdən çıxıb ayaq yoluna, hələ 5-ci dərsdə hələ gəlib çıxmıyıb. Yəni, belə məqamlarım çox olub. Çox dəcəl olmuşam. Uğurunuz olmayıb ilk çempionatda. 12 yaşında səhv etmirəmsə, Macaristanda, açıq dünya çempionatında. Bəs həmin vaxt fikirləşmədiniz ki, bəlkə bu mən bacaran iş deyil? Yox, əslində ilk uğurum 9 yaşımda olub. Rusiyada keçirilmişdi. Beynəlxalq yarışlarda. Beynəlxalq yarışda Rusiya yarışında keçirilmişdi. Ora çox çətinliklə getmişdim. Çünki şükürlər olsun Allaha. Yəni, əvvəllər lap çox kasıb olmuşuq, kasıb ailədə böyümüşəm. Yol pulumuz olmadan anam öz qırqızlığın, yəni nişan üzüyünü satmışdı və o yarışa yollanmışdım. Və orada da həm yerlimizlə finala qalmışdım və birinci olmuşdum. İlk növbədə kiməsə sübut eləmək üçün yox, özümə sübut elədim ki, mən nəyisə istəsəm, insan nəyisə istəsə bacara bilər və o gündən bu günə 8 mart olur, mamanın adı günü olur. Nə eləsəm də mən anama ömrü boyu borcluyam, həmçinin də atama. Və 1994-cü ildə ilk medalı qazandınız. Bəli, 1994-cü ildə ilk medalım olub. Və 25 ildir ki, demək olar ki, bütün döyüşlərdən qələbə ilə, yalnız ikisində səhv etmirəmsə məğlub olmuşsunuz, hamısından qələbə ilə qayıtmışsınız. Nəyə demək istəyirəm? Deyirsiniz ki, müsahibələrin birində oxudum, mən qələbəni dərhal unuduram. Nəyə görə? Çox idmançılar belədir ki, qalib olurlar vətənə döndükdən sonra, yəni söhbət Azərbaycan idmançılarından gedir, ümumiyyətlə, yəni danışıram. Döndükdən sonra hardasa özləri bir həftə harası gedirlər dincəlməyə və yaxud bir ay, 2 ay məşq eləmirlər, sonra yenidən məşq eləyirlər və düşünürlər ki, mən keçən il çempion olmuşam, bu ildə gələn də çempion olacam. Yəni mən şəxsən öz xarakterimdə belə bir şey yoxdur. Bəlkə nəticələrimin də hardasa səbəbi 30% mənim bu istəyimdir, mənim bu öz xarakterimdir. Məsələn, keçən Avropa çempion olmuşdum, mən qayıtdım, 4 gündən sonra yenidən məşqlərə başladım. Elədim, deyir, dünənli yaşadın, sabah fikirləş, belə bir məsəl var. Çünki real bir insanam. Əslində unuduram, çünki onu unutmasam mən gələcək medalları verə bilmərəm. Mən belə bu xarakterdəyəm. Yəni hər dəfə məşqdə yenidən başlayırsınız. Bəli, yenidən başlayıram ki, bir idmançı həmişə uda bilməz. Bir idmançı il boyu ərzində 12 ay formada ola bilməz. İdman elə ki, dağ kimidir, qalxırsan, enirsən, amma elə bir proqram seçməlisən ki, dünya çempionatı 7 aydan sonradırsa, sən 3 ay sonra formada olmalı deyilsən. Xırda, yavaş-yavaş artıq vaxtı zamanı gələndə tam formada pikdə olmalısan. Bəs nəyə görə bürünc medalı gümüşdən üstün tutursunuz? Səbəb nədir? Mən əslində belə bir tərəfdən baxsaq, bürünc medalı üstün tutmuram. Düzdür, biri var birinci yer, biri var ikinci yer, biri var üçüncü yer. Amma nəyə görə mən həmişə özümə sual verirəm və dostlarımla danışıram ki, üçüncü yer niyə görə həmişə şirin olur medal? Çünki final qarşılaşmada çıxırsan döyüşündən elə bir dünya çempionluğun bir addımında uduzursan. Qaldı ki, dünya çempionatı 2 ildən bir olur. Sən artıq 2 il buna hazırlaşırsan, ikinci olursan, buna üzülürsən. Və üçüncü yer üçün üçüncü medal olanda üçüncü, beşinci yerə vuruşursan, üçüncü, dördüncü yerə və onu sən qələbə ilə vurursan və öz sevinci və bütün birinci müəllimlə sonra xalqınla bölüşürsən. Ona görə mən belə düşünürəm. Amma ən şirini məncə birincidir.
Artıq karatedə Rafael Ağayev var. Mən karatedə olmayacağam. Aleksandr Biamonte deyib bunu. Erməni əsilli, Fransalı karate ustası. Nə etdiniz ki, ona belə düşünür? Mən ona qalib gəlmək üçün hər gün dayanmadan 3 il mən onun disklərini izləmişəm. O vaxt disk yox idi. Yəni kasetlərdə, videolarda disklərini izləyirdim. Mən özümü bir insan olaraq həmişə fikirləşirəm ki, mən niyə görə o birisilərdən seçilirəm? Yəni idman baxımından deyirəm. Məsələn, o vaxt Aleksandr Biamonte fransız idi. 9 il idi ki, onu Avropa çempionatına heç kəs ona qalib gələ bilmir. 9 il qalbada. 16 yaşımda mən atamla danışanda dedim, inşallah Allah Taala mənə güc versin, mən onunla görüşdən çalışacağam ki, qalib gəlim. Heç vaxt mən başqa idmançılarla demirəm ki, mən Avropa çempionu olacağam, mən dünya çempionu olacağam. Çünki bu idmandır, hər bir saniyədə hər bir şey ola bilər. Ona görə mən, məsələn, bəzi karateistlər ilə bizimkilər də kimonosunu onun kimi uzun eləyirdi, saçını onun kimi darıyırdı və yaxud işləməyində o cür baxırdı. Amma mən tatamidə düşmən kimi baxırdım, belə isə rəqib kimi baxırdım və onun bütün taktikalarını izləyirdim. Necə ki, hal-hazırda bugünkü 181 dövlət arasında idmançılar həmçinin mənim taktikama izləyir. Onun üçün də mənə çətin olur. Və Moskvaya yollandım. Məni heç kəs o vaxt tanımırdı. Gənc yaşlarımda, yəni 19 yaşımdaydı. Moskvada keçirilirdi 2004-cü ildə. Mən ona finalda 3-0 hesabı ilə qalib gəldim. Gələn ildə Avropa çempionu oldum və gələn oturmuşdum evdə, evə bir məktub gəldi. Açdım, gördüm ki, mən deyən dil deyil. Məsələn, Fransa, ingilis dilində idi, yoxsa Fransa dilində. Mən dərhal onu tərcümə halı elədim və gördüm ki, Aleksandr Biamonte evə məktub yazıb ki, Rafael, səninlə yenidən revanş görüşmək istəyirəm və səni Parijə, öz vətənimə dəvət edirəm. Və mən bu təklifi qəbul elədim və dayanmadan 6 ay hazırlaşdım. Elə oldu ki, yenidən biz onunla görüşdük və yenə də qalib oldum. Ümumi hesabda mən onu 3 dəfə qələbə çalmışam və ondan sonra özü Fransa mətbuatında söyləmişdi ki, karateye yenə bir əfsanə gəlib, artıq mənim getməyə vaxtımdır. Bəs heç qorxmadınız ki, birdən məğlub olarsınız? Yox, bilirsiniz, qorxu ümumiyyətlə mənim gözümdə yoxdur, amma həyəcan var. Həyəcan, yəni ruslar mandraj olur da, belə bir idmançılarda həyəcan 2 cür olmalıdır. Çünki birinci həyəcan ümumiyyətlə qorxursan. Əgər bir insan, söhbət xanımdan və yaxud kişidən gedir, ümumiyyətlə bir insan qorxursa, o tatamini, o işi, peşəni seçməyə ehtiyacı yoxdur. Amma həyəcan var ki, sən hamı tanıyır. Məsələn, Avropa oyunlarında Rafael Ağayev hamı qızıl medal gözləyirdi. Şəxsən prezidentimiz sönüb görüşəndə demişdi ki, mən sizdən qızıl medal gözləyirəm. Bunun özü bir böyük bir şeydir. Məsuliyyətdir həm də. Məsuliyyətdir. Amma mən orada dayanmadan günə 3 dəfə, 4 dəfə məşqlər eləyirdim, daha evdəkilərin üzünü görmürdüm. Gəldim, düzdür, qalib oldum, amma istədiyim kimi işləyə bilmədim. İnsan o şeydən, məsələn, sənə baxırlar, bütün Azərbaycan səni izləyir, belə, onun üçün çox çətin olur. Belə qorxum yoxdur. Bax, bir məqam diqqətimi çəkdi. Dediniz ki, atama söz vermişdim ki, mən Biamonte'yə mütləq qalib gələcəm. Bəli. Və atanızın bir istəyi də olub. Siz 3 qat dünya çempionu olasınız. Onun istədiyindən daha çox uğur əldə etmişsiniz. İndi yəqin ki, atanız sizinlə fəxr edir. Bəs Rafael özündən razıdır. Mən birinci suala cavab verəcəm. Atam və ümumiyyətlə deyirəm, ailəm, qardaşlarımın da rolu var. Yəni, hər bir kəs mənim üstümdə nə əziyyət çəkibsə, haqqını halal eləsinlər. Həqiqətən də hamısının qabağında baş əyirəm, bir oğulları kimi, bir dostları kimi, bir qardaşları kimi. Mən acı həyətə düşmək üçün atam mənə koridorda turnik eləmişdi. Divara döşəyə vurmuşdu. Mən acı 2 saat futbol oynamaq üçün, həyətə hava almaq üçün mən məşq edib düşürdüm. Mən pləkanlarla işləyirdim, atam qlazokla baxırdı oradan ki, mən necə məşq edirəm. Eləməsəm mən həyət üzü görmürdüm. Atamın arzusu oydu ki, mənə 15 yaşındaydı, mənə dedi ki, oğlum, mən istəyirəm sən 3 dəfə dünya və 10 dəfə Avropa çempionu olsun. Və mən gülə-gülə dedim ki, papa, heç olmasa bir dəfə dicinəndə, 3 dəfə Avropa, bir dəfə dünya. Doğrudan da mən gənc yaşlarımda onu demişdi, amma şükürlər olsun ki, bugünkü gündə 4 dəfə dünya və 13 dəfə Avropa dünya oyunlarının qalibi və Avropa oyunlarının qalibi, bir də İslam oyunlarının qalibi olmuşam və düşünürəm ki, hələ ki idmanda dayanmaq fikrim yoxdur, davam edəcəm və bayrağımızı bütün dünyada səsləndirəcəm. Qaldı özümdən razılıq, bu çox gözəl sualdır. Həqiqətən mənim həm xoşuma gəlir, həm, yəni bilirsiniz, mən necə varamsa elə yaşayıram.
Mən məsələn kimisə demirəm, kimlərsə kimi və yaxud adi bir insanam. Rafaeli razı olub olmamaq üçün gərək Rafaeli ən azından biraz tanıyasın. Çünki məndə də olub insanlar olub ki, demişəm bu özümdən razı xanımdır və yaxud demişəm bu özümdən razı oğlandır. Amma insanı tanıdıqdan sonra mən ona öz fikirlərimi bildirmişəm ki, əslində özümdən razı deyiləm. Amma paxotkam onu göstərir ki, özümdən razıyam. Amma kim məni necə qəbul edirsə, kim məni sadə, kim məni özümdən razı qəbul edirsə, bu cəmiyyətin, bu millətin fikridir. Mən ona normal yanaşıram və əsas mənə öz fikrimdir. Hansı məqamlarda deyirsiniz ki, yaxşı ki, mən güclüyəm? Hamı güclü ola bilər, amma ilk növbədə professional idmançının birinci ağlı, sonra ürəyi və üçüncü kişi kimi xarakteri olmalıdır. Mən bunu özümdə bilirəm. Məsələn, dünyanın ən güclü məşqçisi İspaniyalı Antoni var. O mənə dedi ki, bəs mən ona sual verdim ki, məndə hansı var, hansı yoxdur bunların. Dedim, məndə nə çatışmır. Dedi, hamısı birlikdədir səndə. Belə bir insan mən görməmişəm. Yəni, yenə də özümdən tərif kimi çıxmasın, tərif Allaha məxsusdur. Deyilən fikirləri deyirəm və özümdə bilirəm ki, o məndə var. Bugünkü gündə məndə qorxu və yaxud istək və yaxud necə deyirlər, özümdən razılıq olsaydı, mənim bu nəticələrimdə öz bəhrəsini verərdi. Bəli. Bax, 13 qat Avropa və 4 dəfə dünya çempionu. Təbii ki, bunlar böyük zəhmətsevərliyin, əzmkarlığın nəticəsidir, bu şübhəsiz. Bəs hansısa bəxtiniz gətirdiyi məqamlar olubmu? Bəxtim gətirdiyim həyatdamı yoxsa? Yox, döyüşdə. Əlbəttə ki, bəxtim gətirdiyim məqamlar olub, amma bəxtsiz məqamlarım ondan da çox olub. Bəxtim gətirib, məsələn, elə bir moment olub ki, final görüşündə hansısa bir udarı vurmuşam, o 100%'lik xal olmayıb, amma ki, hakimlər mənə xal veriblər. Belə cəhətlərdən bəxtim gətirib, bəxtsizlərim daha yadımda qalıb. Çünki məndə idman xoşbəxtçiliyi daha çox deyil. Əvvəllər mənə işləmək daha asandı idi. Çox adam deyir ki, Rafael yaxşın gedir qutarıcıyla, idmanla qutarıcıyla, bəsdir, keç müəllimliyə. Və mən bunları normal qəbul edirəm, amma öz içimdə bilirəm ki, bugünkü gündə 75 çəki dərəcəsində dünyada 5 dənə idmançı varsa, o 5likdə mənim adımı çəkilirsə, mənə elə gəlir ki, mən hələ ki karatəyə lazımam. Bax, 50-ci Avropa çempionatından danışmaq istəyirəm. İstanbulda 2015-ci ildə keçirilən. Rəqibiniz Almaniyalı karate ustası idi, Noah Bic. O, hətta final oyununda mahnının sözlərini də oxuya-oxuya yaxınlaşırdı tatamiyə özünə əmin şəkildə. Amma həmin mahnının üzərində rəqs edən siz oldunuz, qalib gəldiniz. Bax, o döyüşdə istəyirəm danışasınız təəssüratlarınızı. Mənim çox yarışlarda qalib olmuşam, olub ki, məğlub da olmuşam. Hər bir idmançıya elə göz yaşı, yəni sevinç göz yaşı qismət olsun. O mənim üçün, yəni dünya çempionu olmuşam, Avropa çempionu olmuşam, o qədər sevincim oldu. Şəxsən 2015-ci ildə Avropa çempionu olanda niyə görə o göz yaşları məndən gedirdi? İndi də danışıram, pis oluram. Çünki 2014-cü ildə mən bir il tatamidən kənarda qaldım. Orada mən yaxşı dostu da, yaxşı qardaşı da, yaxınlarımı da, uzaqlarımı da hamısını bildim ki, kim Rafaeli hara qədər istəyir. Yəni, onun üçün tək qalırdım, tək qalmışdım. Çünki məşqə gedə bilmirdim. Çox insanlar var ki, yaxınlarım var ki, halbuki, yəni faktla deyiblər ki, baxal görə Rafaeli əməliyyatdan qayıdıb nə əldə eləyəcək. Və bu mənim üçün çox gözəl oldu. Çünki ondan 2013-cü yoxsa 2012-ci ildə o 2 dəfə üçüncü olmuşdum və onları bir Avropa çempionatında ikisində qalib gəldim və ona görə elə bir ki, bütün əziyyətim, necə ki, məşqlərə qatıla bilmirdim. Ondan sonra artıq çəki almışdım, 7 kilo yığma komandaya gələndə hamı qaçırdı, ən axırda mən gəlirdim. Halbuki həmişə çalışmışam ki, birinci olum. Elə oldu ki, qızlar məni qaçmaqda keçirdi. Bu mənə özümə pis təsir edirdi. Ona görə bütün əziyyətim və bəhrəsini gördüm və ona görə özümü saxlaya bilmədim. Göz yaşlarımla, bütün xalqımla.
Doğrudan da o göz yaşlarının çox doğrudan təsirləndirir insanı. Bir müsahibə verdiniz. Siz dediniz ki, su kimi lazım idi mənə bu qələbə. Çünki Səbəb nə idi? su kimi lazım idi. Çünki çoxsu inanmırdı ki, mən yenidən qayıdacam və çempion olacam və ona görə də doğrudan da su kimi lazım idi. Hər döyüşüm mənə su kimi lazım olur, amma bu əsasən lazım idi ki, öz nəinki Azərbaycana ümumiyyətlə idman xarakteri baxımından deyirəm ki, bütün dünyaya özümü necə sübut etmək və sübut elədim ki, Rafael Ağayev var. 2 il ərzində 4 dəfə əməliyyat oldum. Ona görə hər idmançı o əməliyyatlardan çıxıb öz yerini tutmaq çox çətin olur. Həqiqətən zədədən qayıtmaq idmana çox çətindir. Ona görə doğrudan da su kimi lazım idi. Allah Taala mənə qismət elədi və buna çox sevinirəm. Ümumiyyətlə, bütün dünyanın, yəni əksər ölkələrdə sizi dünyanın ən güclü karateçisi kimi tanıyırlar. Amma deyəsən, Rafael Ağayev həm də kövrəkdir. Dəfələrlə çünki həm qalib olanda, həm bir neçə proqramlarda da göz yaşlarınıza şahid olmuşuq. Keçən il Avropa çempionatında ağlayanda dostlarımız zarafatlaşırdı ki, mən yalandan ağlayıram, amma məndə elə bir şey yoxdur ki, yalandan ağlamaq. Çox kövrək insanam həyatda. Görünüşdən bir başqa cür görsənirəm, amma daxilən başqa bir insanam. Çox kövrəyim. Yəni, adi elə bir şey olur ki, və yaxud əskərlik barəsində görsədirlər ana-bala üçün, yəni bir-birini görmürlər, ona mən kövrəlirəm, ağlayıram. Yəni, bunun kimsə əlində bayraq tutmasın, mən, yəni, xarakterim budur. Bax, əvvəldə danışdıq, amma istəyirəm qayıdım ona. Dediniz ki, ana barədə də. Siz ananıza qarşı sanki daha həssassınız. Bunun səbəbi sizə qarşı fədakarlıqları, yoxsa... Sevgim hər ikisinə... Sadəcə adını çəkəndə mən hiss edirəm ki, verilişlərdə ağlayırsınız. Demək olar ki, belə deyərdim də, atamla ailəmi bir-birindən ayırmıram. Hamısının mənim üçün eyni istəyim var, amma özüm kişi olduğuma görə ola bilər, biraz atam tərəfə soyuqqanlı, necə soyuqqanlı, istəyim eynidir, amma ən azından ana başqa şeydir, ən azından qadın başqa şeydir. Kişi, nə bilim, neynəsən də çöldə də gedib yata bilərsən, yəni... Amma qadın elə bir şeydir ki, ikisi də, anam da, atam da üstümdə çox böyük əziyyətlər olub. Günü bugünkü də 31 yaşım var, evə girirəm, deyir ki, bunu deyirəm ki, yemirəm. Yəni, məni deyir ki, yemirəm də, yəni, mən tərs insanam, ona görə deyirəm ki, mən uşaq deyirəm, deyir, ay bala, sən balan olanda inşallah sən biləcəksən ki, mənim 100 yaşım, sənin 50-60 yaşımda olsa, sən mənim üçün balaca uşaqsan. Ona görə Allah bütün anaları, ataları qorusun, bizim valideynlərimiz olmaq şərtilə. Bir də demişsiniz ki, idman bioqrafiyamda ən uğurlu il 2015-ci il oldu. Nəyə görə, nə idi 2015-i digər illərdən fərqləndirən? 2015-ci il hər bir qələbə mənim üçün uğurludur, amma 2015-ci il, gəlin açıq və səmimi deyək, 2000 Avropa oyunlarına qədər məni o qədər də tanınmırdı. Özümdə, yəni, qələbələrim var idi, amma yəni, xalq tərəfindən o qədər tanınmırdım. Məsələn, Avropa oyunları mənim üçün karate qeyri-olimpiya növü olduğundan mən buna olimpiya kimi baxırdım. Ona görə mən bilirdim ki, həm də möhtərəm prezidentimizə, İlham Əliyevə cənablarına özü bizdən qızıl medalı istəmişdi. Ona görə də doğrudan da onun qaçacaq yerimiz yox idi. Ya ölməliydik, ya udmalıydıq. Şükürlər olsun ki, utduq. Onun üçün mənim üçün bu özəl bir gözəllik idi və bütün, necə də, hər bir sevincimi bütün xalqıma həsr edirəm, bölürəm, amma öz vətənimdə bütün qohumlar, qardaşlar, dostlar, məni tanıyanlar, tanımayanlar və yaxud istəyənlər, istəməyənlər, mən düşünmürəm ki, kimsə məni qalib olanda sevinməm. Həmişə başqa xalqlarda himimizi səsləndirik, bunu artıq vərdiş olmuşuq. Öz vətənimizdə öz himimizi səsləndirmək və nə bilim, gecə 3-də ana bilmədən qapını döyüb medal onun boynuna asmaq, bundan gözəl şey mənim üçün yoxdur.
Və bir də həmin oyunlar vaxtı alqışa etiraz etmisiniz. Düzdür, sevirlər, qışqırırlar, amma hoppanmamış hop demək olmaz, belə bir şey deyərdim. Çünki əl çaldılar, alqışladılar, sağ olsunlar, amma elə bir moment idi ki, idmanda iki döyüş ən çətin döyüşdür. Birinci döyüş və finala çıxış döyüş. Çünki finalda vaxt olur düşünməyə, birinci döyüşü də sən tatamini hiss eləmirsən, onun üçün daha çox çətin olur. Etiraz elədim ki, qoy alqışlarını saxlasınlar, çempion olub, ondan sonra nə qədər istəyirlər, alqışlasınlar. Maraqlı fikirdir. Parisdə bir çempionat zamanı finalda İtaliyalı karateçi ilə heç-heçə qalmısınız, amma hakim qələbəni verib İtaliyalı. Sizcə ədalətsiz oldu, yoxsa? Yox, çox idmançılar dünyadan belə, yəni ki, özümüz də şahid olmuşuq ki, idmançılar var ki, məni sıxdılar, məni hakimlər belə elədi. Biz nəzərimizə çatdım ki, hakimlər də robot deyirlər. Onlar da insandır, onlar da görməyə bilər hansısa bir zərbəni, amma mən uduzdum. Buna kommentariya yoxdur. Mən belə oldu, məni belə elədilər. Axı heç-heçə qalmır. Heç-heçə qaldıq. Yəqin ki, o gün İtalyan günüydü. Və mənim iki döyüşüm mənim ömrü boyu heç vaxt yadımdan çıxmır. Bir 2004-cü ildə Biamonte'yə qalib gəldiyim və sevincli göz yaşım və 2012-ci ildə nəzərinizə çatdırım ki, 5-ci dünya çempionatında mən 5 dəfə dünya çempionatında iştirak eləmişəm, 4-ündə çempion olmuşam, birində finalist. Hələ ki, məğlubiyyətim yoxdur. Ona görə bu dünyada bir dənə 4 dəfə dünya çempionu var, o da mənəm. Belə mənəm demirəm, amma ki, başqa bir 4 dəfə dünya çempionu yoxdur və öz hansısa bir idmançı kiminsə rekordunu qırmağa çalışır, amma hal-hazırda mən öz rekordlarımı təzələməyə çalışıram. Ona görə mən məğlub oldum və məğlub olandan sonra mənim qabağımda rəqs elədi mənim rəqibim. Halbuki Avropa oyunlarında da həmən İtalyan idmançısı ilə finalda görüşdüm və ondan sonra hələ ki qələbəni ona verdilər, çox üzüldüm və 6 ay özümə gəlmədim. Telefon zat söndürmədim, amma çox şəhərdə və yaxud hansısa bir yerdə gedib rahatlaşa bilmirdim. Özümə qapandım və yenə deyilsiniz, kövrə insansın. Nə qədər istəyirsiz ağladım, özümə gəldim. Doğrudan. Və ondan sonra 2013-cü il, 2015-ci və 2016-cı ildə yenidən mən o rəqibimi qalib gəldim və birinci oldum. Və axırıncı dəfə də Avropa çempionu olmuşsunuz. Yer gəlmişkən təbrik edirəm sizi, biraz gec olsa da. Necə keçdi yarış? Yarış çox yaxşı keçdi. Çünki əvvəllər mən bütün publika üçün çalışırdım. Məsələn, oynayaraq işləyirdim. Onda daha çox sürət var idi, onda daha çox istək həmişə var, yəni enerji var idi. Amma artıq bir məsələ var ki, bir 30-35 yaşa qədər sən ada işlə, ondan sonra at sən işləsin. Yəni artıq mən döyüşlərimi publikaya işləmək üçün vuruşmuram. Çünki elədiyimi eləmişəm, istədiyimi əldə eləmişəm və istədiklərim çoxdur. 2 ildir ki, mən keçən il və bu il Avropa çempionatında rəqiblərimə bir xal vermədən bütün döyüşləri qələbə ilə qazanıram və bu artıq mən ağıl cəhətdən daha da idmanda bir belə şey var ki, opta işləyirəm, bir xal alıram və ikinci xal alıb əsəbləşdirirəm rəqibi gələndə artıq onun səhvlərindən istifadə edirəm. Yaxşı keçdi və finalda Türkiyəli idmançı ilə Ermanla qaldım və nəzərinizə çatdırım ki, Avropa oyunlarının qrup mərhələsində ona məğlub olmuşdum. Ümumi görüşümüz 5-ci dəfədir ki, görüşürdük və 4-ündə qalib olmuşam və 3-0 hesabı ilə qalib gəldim. Yenə də bir daha sübut elədim, Avropa çempionu oldum. Qabaqda da bizi çox möhtəbər yarışlar gözləyir. İlk növbədə biraz zədələnmişəm yenidən dizdən və 10 gündən sonra məşqlərə qatılacağam və hədəfimiz 5-6 aydan sonra dünya çempionatıdır. Avstriyada keçiriləcək. İstəyəcəm ki, öz rekordumu yenidən təzəliyim və növbəti ildə İslam oyunları bilirsiniz ki, Bakıda keçiriləcək bizim vətənimizdə. Tək karatedə Rafael deyə məndən başqa idmançılar da var ki, Şahin Atamovdur, kapitan komandadır, Ayxan Mamayevdir, Asiman Qurbanlıdır, Avropa oyunlarının ilk qızıl medalı Firdevsi Fərzəliyevdir, Heydərli Orxandır, kimi yaddan çıxartdımsa Əlidir, Rafizdir, kimi yaddan çıxartdımsa üzürlü hesab eləsin. Bizim gücümüz bir yerdədir, bir yerə qoysaq, əlbəttə ki, nəticə olacaq. Pərdə arxasında bilinməyən şeylər var.
çıxırıq ekrana, 1 saat, yarım saat danışırıq, hamı deyir ki, bunlar nə yaxşıdır, gəlirlər, çempion oldular, getdilər. Amma biz onu çempion olmaq üçün biz Əziyyət çəkirik. həqiqətən hər bir insan əziyyət çəkir həyatda nəyisə nail olmağa, biz çox şey qurban veririk. Cəmaət toya gedir, yeyir, içir, salır, sevinir, biz toya gedirik, çəki salanda heç nə çay içirik. Cəmaət kebab yeyir, biz çay içirik. Ona görə çətin şeylər var, çempion olmaq üçün çox şey qurban eləməlisən həyatda və mən buna hər zaman hazıram və biz olmaq üçün öz başına olmamışıq. İlk növbədə Allaha, sonra uşaqlar adından deyirəm ailəmizə və bizim ikinci ailəmiz sayılan mən 7 yaşından 31 yaşındayam. Hər il eşidirəm ki, müəllimlər sizin ikinci ailəvizdir. Ona görə mən fürsətdən istifadə edib bütün müəllimlərimi salamlayıram. İlk müəllimim Rafael Məmmədovu salamlayıram. Sonra Füzuli Musayevi salamlayıram. Ülvi müəllim, Assosiasiyanın prezidenti Ülvi Quliyev salamlayıram. Yaşar Bəşirovu Federasiyanın prezidentini salamlayıram və bizim baş məşqçilərimiz pis, yaxşı günlərimizdə bir yerdə oluruq. Rəhman Hətəmova həm qardaşdır, həm qardaşlıq edir, balacanla balaca, böyüklə böyük. Hüseynov Seymur və Hüseynov Rəşad və Şahin Xudaverdiyev hal-hazırda bizim və Oqtay müəllimə çox sağ ol demək istəyirəm. Fiziki cəhətdən Oqtay müəllim bizə məşq keçirir. Bu uğurlarınızda, ümumiyyətlə karateçilərimizin uğurlarında o müəllimlərin əziyyəti böyüdür. Biz də təşəkkür edirik onlara. Və belə bir sual gəldi ağlıma. Sizcə tələbə Rafael yoxsa məşqçi Rafael hansı daha peşəkardır? Əlbəttə ki, peşəkar olmağı tələbə Rafael. Hələ ki, vuruşduğuma görə tələbə olmağı çox xoşlayıram. Mən xoşlamıram ki, müəllim olsam da çox sərt müəllim olacam. Artıq bir neçə il yığma komandanın baş məşqçisi olmuşam. 18-20 yaşlarda bir neçə il yığma komandanın baş məşqçisi olmuşam və bunu öz istəyimizlə və müəllimlərin köməkliyi ilə belə qərara gəldi ki, hələm ki, məşqçiliyi saxlayım və Avropa oyunlarında artıq məşqçiliyi saxlamışdım. Bütün gücümü qoymuşdum ki, yarışda qalib olum. Bax, adi həyatda sizi nələr əsəbləşdirir? Məni əsəbləşdirir xac. Bir də ən çox əsəbləşdiyim mamam yemək verəndə, məsələn, deyirəm istəmirəm, deyir yeməlisən, deyirəm istəmirəm, ən çox əsəbləşdiyim budur. Bəs ümumiyyətlə, adi həyatda hansı ədalətsizliklərlə qarşılaşmışsınız? Mən kimlənsə dostluğu edirəmsə, heç bir insan mən etdiyim dostluğu məmnun edə bilməz. Hələ də edə bilmirlər. Amma həyatda mən özümə deyirlər insanın bir dostu olar, amma ki, ola bilər bir dostu ola bilər, amma ki, yaxşı insan olandan sonra, biz birimizi başa düşəndən sonra heç bir dostum mənim adımdan istifadə eləmir. Mənim yaxınlarım demir ki, mən Rafaelin dostuyam. Belə bir şey bizim, yəni ki, uşaqlarda yoxdur. Ola bilər dostumuzdur, qardaşımızdır, fəxr kimi adını çəkə bilərlər, amma istifadə kimi heç kim eləmir. Amma həyatda çox dostlar itirmişəm. Yəni ki, milyon dənə dostum olmayıb. 5 dostum olubsa, onun artıq 3-ünü itirmişəm. Daha şükür, əvvəllər yəni 3 dostum olubsa, yaxud ikisini itirmişəm. Allah Taala yenidən mənə 2 dost verib. Həyatda çox sadəyəm, tez əsəbləşənəm, çox qısqancam, belə bir insanım. Bildiyimə görə siz hər çempionatdan əvvəl gündə 5 dəfə məşq edirsiniz, məşqin içində rəqs də daxildir. Çünki belə çox maraqlı keçir. Elə bir şeylər var ki, o mənim həyatımda sir olaraq qalır. Deyir ki, 3 nəfər bir şey bilirsə, o artıq sir sayılmır. Çox şeyləri, yəni ki, onu çox adam bilmir, amma siz o sualları verirsiniz. Yox, 5 dəfə rəqs eləmirəm. Yox, 5 dəfə məşq edirsiniz və o məşqin içərisinə rəqs də daxildir. Rəqs daxildir, çünki müəllimlər bizdə sərbəst olur. Biz bəlkə elə bir idmandayıq ki, karatedə hər bir məşqimiz başlayanda Azərbaycanın himnindən başlayır, Azərbaycan himnindən qutarır. Və o qutardıqdan sonra bizim nasterinamız, yəni ki, nasterinamız yaxşı olanda oradan qoyuruq, nə bilim, hansısa oyun havalarına, hansısa mahnını və müəllim sərbəst, müəllim bizlə birlikdə, biz müəllimə, müəllim bizə qatışır və oynayırıq və o insanda olan enerjini ondan çıxartırıq. Və hətta sizin bu rəqs etməyiniz tatamidə də göstərir özünü, bəzi elementlərdə.
Sizcə Azərbaycanda daha çox tanınırsınız, yoxsa dünyada? Məncə dünyada çox tanınıram. Günü bu gündə Azərbaycanda yəni özümə xoşdur. Yəni mən ondan doğrudan da özümə xoşdur. Hardasa gedirəm, görürəm ki, kimsə yaxınlaşmaq istəmir. Utanır, çəkinir, fürsətdən istifadə edirəm ki, kim ürəyi istəyərsə, kimin ürəyi həqiqətən şəkil çəkdirmək və yaxud necə deyirlər, həm söhbət olmaq istəyərsə, mən hər zaman bir insan olaraq, necə deyirlər, vətəndaş olaraq hər zaman Azərbaycan xalqının qulluğunda hazıram. Amma kimsə mənə baxır, hiss edirəm ki, şəkil çəkdirmək istəyir, demirəm, gəl çəkdirək. Çünki bir dəfə başıma elə bir şey gəlib ki, dedilər, Rafael, xaricdə idim, dedilər, Rafael, gəldim, durdum şəkil çəkdirmək, dedilər, yox, qardaş, gələ bu telefonu bizim şəklimizi çək. Yəni, belə bir momentlər də olub, hansı ölkədə idi, bilmirəm, zarafatlaşdılar məndən və sonradan şəkil çəkdirdilər. Yəni, belə heç bir problem yoxdur, şəkil pullandı ki, pulla şəkil çəkdirdi, heç problem. Şükürlər olsun ki, həyatımda olan xanım artıq hər şeyə alışıb, mənim idmanıma da, mənim əziyyətimə də. Mən düşünürəm ki, daha da mənə dəstək olacaq və biz birlikdə, öz ailəmizlə daha da qələbələr qazanacağıq. Və yeri gəlmişkən biz də həm CBC Sport adından, həm də verilişimiz adından təbrik edirik sizə ailə qurmağınız münasibətilə və həyatda da uğurlar arzu edirik. Və belə bir sual vermək istəyirəm. Steven Seagal Bakıya gələndə hər kəs onu görmək istəyirdi, o da sizi. Yəqin yuxusuna girmişəm. Nə bilim, doğrudan da o bura gəldikdən sonra araşdırmışdı və mənimlə görüş təyin elədi və mən bu görüşə yollandım və görüşdük. Düzdür, ingilis dilini bilməsəm də bizim bilənlər mənim üçün tərcümə elədi və dedi ki, mən səni tanıyıram, çox gözəl idmançısan və döyüşlərimi izləyirəm. Bəs bir yerdə filmdə rol almağı təklif etmədi ki? Ümumiyyətlə, yox, elə bir şey təklif olmayıb. Ümumiyyətlə, çox istəyərəm hansısa bir kinoda, hansısa bir rolda çəkilmək. Fərq etməz xarici və Azərbaycan kinolarında. İdmançılarda qəribə inanclar olur. Sui-ver inanclar deyirlər. Məsəl üçün, bu mənim üçün düşərlidir. Belə bir inancınız yoxdur ki? Mən ümumiyyətlə, baxın, evdən çıxanda gözmuncuğu verirlər. Ki, üstümüzdə olsun. Və yaxud hansısa bir qohum gözmuncuğu verir ki, bu səni qoruyacaq. Mən biraz real insanım. Mən birbaşa bağlanıram Allaha. Bir şey ki, 40 qəpiyyədirsə, o məni necə qoruya bilər? Yəni, ola bilər bu fikrim kiminsə yaxşı oldu, kiminsə pis oldu. Yəni, Allaha qurban olun. Bir insan, Allah Teala özü buyurub ki, məndən istə, hər zaman istə. Amma biz bir dara düşəndə Allahın adını çəkirik. Amma mən hər zaman Allahımdan istəyirəm, şükürlər olsun ki, istədiyimlə yerinə yetirir və hər zaman istəyəcəm. Belə bir standart cümlə var, bir gün hər şey bitir. Bəs idmançı karyeranızın bitəcəyini düşünəndə hansı hisslər keçirirsiniz və nələr etməyi düşünürsünüz sonra? Artıq nəinki Azərbaycanda, bütün dünyada söz yayılıb ki, mən axırıncı Avropa çempionatım idi, amma rəqiblərim sevinməsin. Hələ ki idmandayam. Bu bilirsiniz, bu elə bir şey, idman elə bir şeydir ki, heç vaxt onun qabaqcadan deyə bilmərsən. Azən mən sabah məşq edəcəm. Bunu bilmək olmaz. İstəyə bilərsən, insan çox şey istəyir. İnsan həyatda həmişə istəyir. Amma ki, idmanla elə dayanmaq fikrim yoxdur. Mənim özümdən soruşsa, ürəyimdə olan, hələ ki mən bir 6, 7, bəlkə 8 il bu idmanda olmağımı istəyirəm. Amma bir zədədən Allah məni saxlayarsa, xatıdan balıqdan uzaq eləyərsə, hələ ki idmandayam. Biz də sizə həm həyatda, həm də idmanda ancaq birinciliklər arzu edirik və imzanın qonağı olduğunuz üçün də və suallarımı səmimi cavablandırdığımız üçün dərin təşəkkürümü bildirirəm və sonunda bir istəyim olacaq sizə. Bizim verilişimiz üçün imza çəkəsiz. Mən də sizə və sizin bütün komandaya uğurlar arzu edirəm, həm həyatda, həm işdə. Mən sizin verilişləri izləyirəm, çox gözəldir və düşünürəm ki, məndən əvvəl olan qonaqlar maraqlı olublar və məndən sonra olan qonaqlar da maraqlı olacaq və biz də sizi işıqlandıracağıq.